Salam hörmətli izləyicilər, siz Azi Xəbərin həftəlik buraxılışına baxırsınız. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində bu həftə bir sıra mühüm yeniliklər, beynəlxalq tədbirlər və akademik nailiyyətlər olub. Gəlin universitet həyatında baş verən əsas hadisələrlə sizi yaxından tanış edək. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Dosent Rüfət Əzizovun rəhbərlik etdiyi nümayəndə heyəti Çinin Şenzhen şəhərində keçirilən nüfuzlu QS China Summit 2026 sammitində iştirak edib. Sammit çərçivəsində universitetin rektoru Dosent Rüfət Əzizov dünyanın aparıcı ali təhsil müəssisələrinin rəhbərləri ilə birgə beynəlxalq əməkdaşlıq, Çin, Asiya və dünya ölkələri ilə tərəfdaşlıq qurur mövzusuna həsr olunmuş panel sessiyada məruzəçi qismində çıxış edib. Müzakirələr zamanı rektor Dosent Rüfət Əzizov və digər beynəlxalq ekspertlər rəqabətə davamlı əməkdaşlıq modellərinin qurulması, risklərin idarə olunması və universitetlərin qlobal reputasiyasının yüksəldilməsi yollarını təhlil ediblər. Sammit çərçivəsində Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə İndoneziyanın Binus Universiteti arasında iki tərəfli görüş keçirilib. Görüşdə tərəflər arasında elmi tədqiqat istiqamətində əməkdaşlığın genişləndirilməsi, doktorantların elmi tədqiqat məqsədi ilə qarşılıqlı səfərlərinin təşkili, tələbə-müəllim mübadiləsi proqramlarının həyata keçirilməsi və birgə elmi layihələrin icrası istiqamətində ilkin razılığa gəlinib. Sammit çərçivəsində təşkil olunan təhsil sərgisində də Azərbaycan Dövlət Neft və Sənaye Universiteti öz stendi ilə təmsil olunub və ziyarətçilərə universitetin təhsil imkanları, ixtisasları və beynəlxalq əməkdaşlıq əlaqələri barədə məlumat təqdim edib. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin fizika müəllimi Gülnaz Qəhrəmanova Avstriyanın nüfuzlu Viyana Texniki Universitetinə elmi səfər edib. Səfər çərçivəsində o, professor Bernard Bayer'in rəhbərlik etdiyi tədqiqat qrupunun qonağı kimi universitetin 2D Materials laboratoriyasındakı qabaqcıl elmi avadanlıqlar və iş prosesi ilə yaxından tanış olub. Gülnaz Qəhrəmanova həmçinin universitetdə seminarla çıxış edərək həm UFAZ, həm də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin elmi fəaliyyəti, həm də özünün İnqyan kvant quyuları və çoxdivarlı karbon nanoboruları sahəsindəki araşdırmaları haqqında ətraflı məlumat verib. Səfərin sonunda gələcək birgə elmi layihələrin və universitetlər arası əməkdaşlığın genişləndirilməsi barədə səmərəli müzakirələr aparılıb. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində həyata keçirilən Idealize 2 inkubasiya proqramı çərçivəsində komandalar üçün mentor sessiyası uğurla keçirilib. Ümumilikdə 15 komanda ilə görüş keçirilib. Sessiyalar Sabah Hub'ın venture meneceri Əşrəf Hüseynov tərəfindən aparılıb. Hər bir komanda ilə fərdi şəkildə görüş təşkil olunub və layihələr üzrə ətraflı müzakirələr keçirilib. Görüşlər zamanı iştirakçılar öz startap ideyalarını təqdim edib. Layihələrinin mövcud vəziyyəti və inkişaf planları barədə məlumat veriblər. 2 gün davam edən mentor sessiyası iştirakçılar üçün olduqca faydalı olub. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nümayəndələri Elm və Təhsil Nazirliyi və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində keçirilən maarifləndirici görüşlər çərçivəsində Bakı şəhərində yerləşən 132-134 nömrəli məktəb liseyin, həmçinin Akademik Zərifə Əliyeva adına lisey və Fizika, Riyaziyyat və İnformatika təmayüllü Respublika liseyinin şagirdləri ilə görüşlər keçiriblər. Universitetlə şagirdlərin daha ətraflı tanışlığına həsr olunmuş görüşlər Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin təhsil alanlarla iş şöbəsinin təşkilatçılığı ilə həyata keçirilir. Görüşlərdə universitet haqqında tanıtım videosu nümayiş olunub. Daha sonra universitetin əməkdaşları ali təhsil müəssisəsinin tarixi, qəbul qaydaları, mövcud ixtisaslar, tədris prosesi, ikili diplom proqramları barədə şagirdlərə ətraflı məlumat veriblər. Görüşlər interaktiv formatda davam etdirilib və şagirdlərin ali təhsil, ixtisas seçimi və universitet həyatı ilə bağlı sualları nümayəndələr tərəfindən cavablandırılıb. Sonda aktiv iştirak edən şagirdlərə xatirə hədiyyələri təqdim olunub.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nümayəndə heyəti Qazaxstana səfər çərçivəsində bir sıra ali təhsil müəssisələri ilə görüşlər həyata keçirib. Səfər çərçivəsində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əcnəbi tələbələrlə iş şöbəsinin müdiri Səbinə Əliyeva, həmin şöbənin baş mütəxəssisi İlhamə Osmanova və İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Xülya Sabirli təmsil ediblər. Səfər zamanı nümayəndə heyəti Qazaxstan Britaniya Texniki Universiteti, Əl-Fərabi adına Qazax Milli Universiteti, Almatı Menecment Universiteti və Meta Universitetinin rəhbərliyi ilə bir araya gələrək təhsil və elmi əməkdaşlıq imkanlarını müzakirə ediblər. Görüşlərdə ikili diplom proqramlarının yaradılması, akademik mobilliyin genişləndirilməsi, tələbə və müəllim mübadiləsi, birgə elmi tədqiqatların aparılması, beynəlxalq konferansların təşkili və elmi nəşrlər üzrə əməkdaşlıq məsələlərinə yönəlib. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri Qazaxstanda keçirilən Beynəlxalq Mərkəzi Asiya Yaşıl Hidrogen Hakatonunda uğurla çıxış edərək birinci yerə layiq görülüblər. Hakaton Qazaxstanın Şahmərdan Yesenov adına Xəzər Dövlət Texnologiya və Mühəndisliyi Universitetində təşkil olunub və regionun enerji gələcəyinə yönəlmiş innovativ həllərin hazırlanmasını hədəfləyib. Çox mərhələli və rəqabətli seçim prosesindən sonra Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 5 tələbəsindən ibarət komanda qalib elan olunub. Qaliblər mükafat olaraq Qazaxstandakı Almaniya mərkəzinin dəstəyi ilə Almaniyaya səfər etmə imkanı qazanıblar. Hakatonda Mərkəzi Asiya ölkələrini təmsil edən 50-dən çox komanda ümumilikdə təxminən 250 iştirakçı yer alıb. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin akademik mobillik proqramı çərçivəsində Qazaxstanın Satbayev Universitetində təhsil alan tələbələri Almatı şəhərində təşkil olunan neft, qaz və enerjinin gələcəyi, dekarbonizasiya dövründə texnoloji innovasiyalar, rəqəmsal həllər və davamlı inkişaf adlı beynəlxalq gənclərin elmi və praktiki konferansında uğurla iştirak edərək mühüm nailiyyət əldə ediblər. Qazax-Britaniya Texniki Universitetinin ev sahibliyi etdiyi konferansda tələbələrimiz həm elmi bölmələrdə, həm də intellektual yarışlarda fərqləniblər. Konferansda iştirak edən tələbələr elmi sessiyadakı fəal iştiraklarına və uğurlu təqdimatlarına görə xüsusi sertifikatlarla təltif olunublar. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin magistratura səviyyəsində robotlar və robototexniki sistemlər ixtisası üzrə təhsil alan Sadiqli Vüqar beynəlxalq uğura imza atıb. Belə ki, Yunanistanın Krit adasının Heraklion şəhərində keçirilən Minoan Robotosports beynəlxalq olimpiyadasında tələbəmiz manueli yarış Advanced kateqoriyası üzrə böyüklər yaş qrupunda birinci yerə layiq görülərək qalib adını qazanıb. Qeyd edək ki, dünyanın ən nüfuzlu təhsil robototexnikası yarışmalarından biri olan bu olimpiyadada 45-dən çox ölkəni təmsil edən 5000-dən artıq iştirakçı 2500-dən çox robotla mübarizə aparıb. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tərəfdaş ali təhsil müəssisəsi olan Qazaxstanın Satbayev Universitetinin və Almatı Menecment Universitetinin magistrantlarının elmi tədqiqat təcrübə proqramı uğurla başa çatıb. Elmi tədqiqat təcrübəsi müvafiq tədris planına və elmi rəhbərlərinin tələblərinə uyğun şəkildə təşkil olunub. Proqram çərçivəsində magistrantlar ixtisasları üzrə nəzəri biliklərini praktiki mühitdə tətbiq etmə imkanı da əldə ediblər. Proqram müddətində qonaqlar universitet rəhbərliyi, fakültə dekanları və inzibati heyətlə görüşlər keçiriblər. Magistrantlar eyni zamanda universitetin elmi tədqiqat infrastrukturu, laboratoriyaları və kitabxana resursları ilə tanış olub. Müxtəlif akademik tədbirlərdə iştirak ediblər. Sonda tələbələrə təcrübə proqramını uğurla başa vurduqlarına dair sertifikatlar təqdim olunub. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kitabxana İnformasiya Mərkəzində şəhərsalma və memarlıq ilinə həsr olunmuş kitab sərgisi fəaliyyət göstərir. Sərgidə ümumili lider Heydər Əliyevin Respublikaya rəhbərlik etdiyi illərdə Azərbaycan şəhərsalma və memarlığının inkişaf tarixi, həmçinin Prezident İlham Əliyevin 2026-cı ilin şəhərsalma və memarlıq ili elan edilməsi haqqında sərəncamı, bu istiqamətdə elmi tədqiqatların inkişafı, əlverişli infrastrukturun formalaşdırılması, ölkə başçısının rəhbərliyi ilə son illərdə həyata keçirilən geniş miqyaslı bərpa və yenidən qurma layihələri əks olunub. Sərgidə ümumilikdə 50-dən çox nəşr nümayiş etdirilir.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Türkiyə Respublikasının Nəcməddin Erbakan Universitetinin Beynəlxalq Əlaqələr üzrə şöbə müdiri Dr. Fırat Yıldızla görüş keçirilib. Görüşdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Elm və İnnovasiya məsələləri üzrə prorektoru Dosent Elviz İsmailov və digər əməkdaşlar iştirak ediblər. Görüş çərçivəsində tələbə və müəllim mübadiləsi proqramlarının genişləndirilməsi, birgə tədqiqat imkanlarının artırılması, doktorantura səviyyəsində ikili elmi rəhbərlik mexanizmlərinin tətbiqi və digər mümkün əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparıblar. Görüşdə qarşılıqlı maraq doğuran sahələr üzrə əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb və gələcəkdə konkret layihələrin həyata keçirilməsi üçün ilkin razılıqlar əldə olunub. Bununla da bu həftəlik AZİ xəbər buraxılışı başa çatdı. Daha çox xəbər və yeniliklərdən məlumatlı olmaq üçün bizi izləməyə davam edin. Sağ olun, salamat qalın.